بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وأصحابه أجمعين وبعد. Və Allah həmd olsun, deməli biz yenidən davam edirik. Şeyx Raslan Həfizahullahın Allah yolunda xəşləməyə, təşviq etməyə adlı risaləsi. Və Şeyx sədəqənin gözəllikləri barəsində, xeyri barəsində danışır və hədislər və ayələr gətirir və buyurur ki, fəqad əxrəcə Buxari və Muslimun fi sahihihimə min hadisi Adi ibn Hatim radiyallahu anhu qala Rasulullah sallallahu aleyhi və səlləm ittəqun nara vələv bişiqqin təmiratin. Buxar və Müslimə rivayət etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bir xurmanın yarısı qədər də olsa belə özünüzü otdan qoruyun. Bir xurmanın yarısı qədər olsa belə. Yəni xurmanın yarısı insana belə nəfsinə az gəlir. Amma insan bilməlidir ki, ixlaslı verilən o sədəqə insan üçün otdan bir viqayədir, otdan bir qalxandır, otdan bir sipərdir. Müsəlmanı qoruyur həmin o verdiyi sədəqə. Baxmayaraq ki, bu yüngül bir sədəqədir, az bir sədəqədir, lakin insanı otdan qoruyur. İnsan həris olmalıdır. Yəni, bu da bizi nəyə yönəldir? Əli açıq olmağa. Verilən bir şeyi küçümsəməməyə. İnsan küçümsəməməlidir verdiyi şeyi. İxlaslı verməlidir. 1 manat olsa belə, yarım xurma olsa belə, ixlaslı verməlidir, Allah üçün verməlidir və həmin verdiyi şey onun üçün otdan bir qoruyucu ola bilər. Otdan bir sipər ola bilər. Və həmçinin İbn Abbas radiyallahu anh, daha doğrusu İbn Məsuddən radiyallahu anh gələn hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Lə həsədə illə fisnəteyni. 2 şeydə həsəd yoxdur. Yəni, burada həsəd deyilir, əlbəttə ki, yaxşı həsəd. Yaxşı həsəd nədir? Yəni, həsəd əslində nədir? Zivalü ni'mə. Nemətin zəval olması, nemətin aradan getməsidir. Bu, o həsəddir ki, bundan Peyğəmbər sallallahu aleyhi və səlləm Allaha sığınmışdır və hər bir mömin də Allaha sığınmalıdır. Bu həsəd qəbul edilməzdir. Lakin ikinci növ həsəd var ki, yəni insan istəmir ki, o yəni qardaşın əlində olan nemət aradan getsin, yoxa çıxsın. Lakin istəyir ki, onda da olsun onun misli kimi, onda olandan və o da xəşləsin, o da Allah yolunda xəşləsin. Və buyurur ki, 2 şeydə həsəd yoxdur. Birincisi, rəculun ətəhullahu mələn fəsallətəhu alə hələkətihi fil haqq. Birinci o kişidir ki, Allah subhanahu ta'ala ona mal vermişdir və o da o malın musallat olmuşdur o malın üzərinə, haqda onu həlak etmişdir. Yəni, haqda onu xəşləmişdir. Yəni, insan ola bilər ki, hərdən malı xəşləyir, amma bilmir bu xəşlədiyi mal haqdadır, yoxsa batildədir. İnsan, yəni Allah üçün bu elə bir kişidir, malın musallat edib, yəni musallatdır malın üzərində. Bəziləri görsən ki, mal onu musallatdır. Mal onun üzərinə musallat olub, malını xəşləyə bilmir. Lakin bu kişi necə bir kişidirsə, malına musallat olub və malını istədiyi kimi Allah haqda, Allah yolunda xəşləyir. Özü xəşləyəndə də Allah yolunda həlak edir. Çox-çox xəşləyir. İkinci kəs odur ki, وَرَجُلٌ آتَاهُ اللّٰهُ حِكْمَةً فَهُوَ يَقْضِي بِهَا وَيُعَلِّمُهَا. İkinci kəs odur ki, Allah ona hikmət vermişdir və o da onu xəşləyir və insanlara öyrədir. Çünki hikmət verilmək həqiqətən böyük bir nemətdir. Allah Subhanahu buyurur ki, kimə hikmət verilmiş, ona böyük bir pay verilmişdir, xeyir verilmişdir. Hikmətli olmaq insanın həm də dəvətdə müvəffəq olmasıdır. Çünki Allahın əmridir dəvət və Allah Subhanahu dəvətçilərin sifətindən buyurur ki, وَدُعِ إِلَى سَبِيلِ رَبِّكَ بِالْحِكْمَةِ وَالْمَوْعِظَةِ الْحَسَنَةِ وَجَادِلْهُمْ بِالَّتِي هِيَ أَحْسَنُ. Peyğəmbər sallallahu əmr edir ki, və həmçinin Peyğəmbərlərin Peyğəmbər sallallahu yolunda olan dəvətçilərə də bu bir əmrdir ki, Allahın yoluna, Rəbbinin yoluna hikmət ilə gözəl mövizə verərək və ən gözəl şəkildə cidal edərək
söz gətirərək dəvət etkinlər. Və həmçinin Allah Subhanahu Yusuf surəsində buyurur ki: "Qul hazihi səbili ad'u ilallahi ala basiratin ana və men ittabi'ani." De, bu mənim yolumdur və mənə tabe olan Allaha bəsirət üzərində çağıram. Yəni insanın hikmətli olması mütləq şəkildə elmli olması ilə əlaqədardır. İnsan Quran və sünnəni bilmədən hikmətli ola bilməz. Hətta sələflərdə belə bir deyim var ki: "Mən aşə bis-sünnə nataqa bil-hikmə." Kim sünnə ilə yaşayarsa, Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsi ilə yaşayarsa, ona Allah Subhanahu taala hikmətli nitq verər. Natiq olar. Danışdığı şeydə hikmətli olar. Burada da o kişidir ki, Allah Subhanahu ona hikmət verilmişdir və o da həmin hikmət, yəni elm vermişdir, o da həmin elmi insanlara öyrədirdi. Bu iki şeydə həsəd yoxdur. Və həmçinin buyurur ki, Şeyx İbn Məsud radiyallahu anhunun hədisini rivayet edir. Buyurur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Əyyukum malu varisihi ahabbu ilayhi min malihi." Sizdən hansının malı öz malı, varisin malından daha çox sevimlidir? Qalu. Bu Peyğəmbər sallallahu sahabelərə sual edir. Və sahabelər hamısı deyirlər ki, əksəriyyəti deyir ki: "Mə minnə əhadun illə maluhu ahabbu ilayhi min mali varisihi." Deyir, bizdən hər birinin özünün malı varisinin malından daha sevimlidir. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Fə innə malaka ma qaddamta." Sənin malın nə ki vermisən, nə ki xərcləmisən odur. "Və malə varisika ma axxarta." Lakin malın, varisinin malı isə yığıb saxladığındır. Gecikdirdiyindir, vermədiyindir. "Fə innə maləhu ma qaddama və malu varisihi ma axxara." Yəni insan xərclədiyi, verdiyi öz malıdır. Lakin insan yığıb saxladığı isə varisin malıdır. Yəni şeyx burada buyurur ki, burada çox yəni insanların böyük bir xataları var, səhvləri var. Odur ki, öz malının, varisin malı öz malını bilir. Necədir? O öz varisin malını qoruyur, toplayır, eləyir və onu öz malı kimi düşünür. Amma bilmir ki, o gedəndən sonra, yəni öldükdən sonra o malı tərk edəcək. Və o mal da onu tərk edəcək. Və bu mal beləcə dəyişiləcək, kimin malı olacaq? Varisin malı olacaq. Və Peyğəmbər sallallahu əleyhi və səlləm burada açıq aydın bu sualı bizlərə nə deyim? Cavablandırır bizlər üçün. Və buyurur ki, sizlərdən hansının malısa öz varisinin malı öz malından daha sevimlidir. Hamı deyir ki, öz malı olan, yəni bizim öz malımız özümüzün varisin malından daha sevimlidir. Peyğəmbər malımız nədir? Öndərdir, yəni öndə xərclədiklərinizdir. Axıra saxladıqlarınız isə sizin malınız deyil. Həqiqətdə budur. Və həzə xalalun kəbir. Şeyx buyurur ki, burada böyük bir xələl vardır. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Fə innə mələ məqad." Yəni mə ənfəqə və mə təsaddaqa bih. Sənin malın odur ki, xərclədiyin, infaq etdiyin, xeyirlərə yönəltdiyin, qohum əqrəbənə əlaqələrini bərkitmək üçün xərclədiyindir, yetim müsirə verdiyindir və salih yerlərə, xeyirli işlərə yönəltdiyindir. Bunlardır sənin malın. Huvəl-ləzi ləkə indəllah və həzə məlikə. Nə ki sənin Allah qatındadır. O sənin malındır. Və sənin Allah yanında olan malın da şeyx buyurur ki, daha sənə sevimli olmalıdır varisin malından. Çünki o Allah qatında qalır və sənin üçün yazılıb. Lakin o saxladığın, infaq etmədiyin və tərk etdiyin isə varisin malıdır. Sən onu qazanmışsan, şeyx buyurur ki, haramdan və ya halaldan cəm etmirsən, hifz etmək üçün çox yollara əl atmışsan, haqqın hərdən ödəmişsən, haqqın ödəməkdə ifrata varmışsan, səhlənkarlıq etmişsən, hətta halaldan cəm etsin belə zəkatı barəsində və yaxud sədəqəsi barəsində düşünməmişsən, bu mal sənin üçün nədir? Bəladır. Bu varisin malıdır, lakin sən onun əziyyətini çəkirsən. Çünki o maldan sən dünya və axirətində istifadə etməmişsən.
Və Peyğəmbər sallallahu əleyhi və səlləm belə naqil fəhmlərdən olan naqisliyi düzəldir və buyurur ki, malın sənin odur ki, Allah qatında, yəni onu xərcləmisən və nəsə öz üçün qoyub getmisən. Və üçüncü hədis gətirir. Şeyx buyurur ki, Qalə sallallahu aleyhi və səlləm, Əs-sadaqatu tutfi'u xati'ətə kəmə yutfi'ul mə'u nəra. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, sədəqə xataları söndürür. Necə ki, su xataları söndürür. Əs-savmu cünnə. Peyğəmbər sallallahu əleyhi və səlləm oruc bir qalxandır. Və sadaqatu tutfi'ul xati'ə kəmə yutfi'ul mə'nər. Peyğəmbər sallallahu əleyhi və səlləm ki, sədəqə xatanı, günahları söndürür. Necə ki, su odu söndürdüyü kimi. Və həmçinin Əbu Hureyra radiyallahu anhunun rivayet etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Səb'ətun yuzilluhumullahu fi zillih, yevmə la zillə illə zilluh. 7 sinif insan var ki, Allah subhanahu ta'ala onları heç bir kölgə olmadığı halda öz kölgəsi altında kölgələndirəcək. Və həmin o 7 sinif insanlardan Peyğəmbər sallallahu aleyhi və səlləm bir sinifin zikr edir. Buyurur ki, Raculun təsaddaqa bi sadaqatin fəəxvəhə Hətta la ta'ləmə şimaluhu ma anfaqat yaminuhu. O kəsdir ki, o bir kişidir ki, elə bir sədəqə verər ki, o qədər o sədəqəni gizlin edər ki, hətta sağın verdiyini sol bilməz. Yəni, insan hərdən sədəqə verir, lakin sədəqədə nələr edir? Hamı məlumat olur, hamiyə çatdırır. Lakin Allah subhanahu ta'ala, əgər istəyirsən ki, sədəqən səni Allahın kölgəsi altında kölgələndirsin, o gün ki, o heç bir kölgə olmayacaq Allahın kölgəsindən başqa, onda insan həris olmalıdır ki, sədəqəsini gizlətsin. Verilən müjdə, verilən o gizlətdiyin sədəqənin qarşılığı elə belə deyil. Çox böyük bir mükafatdır. Və Peyğəmbər sallallahu aleyhi ve sellem infaq etməkdə, ələ açılıqda çox böyük bir pay vardır. Necə ki, Ənəs radiyallahu anh buyurur ki, Məsu ilə nəbiyyü aləl-İsləmi şeyən illə əta. Peyğəmbər sallallahu aleyhi ve sellem İslam'a görə nə istənibsə verir Peyğəmbər sallallahu aleyhi ve sellem. Bu günləri əksəriyyətimizin nəfsinə ağır gəlir. İslam'a görə xərcləmək, İslam üçün xərcləmək, dinə görə xərcləmək, din uğrunda nə istəyir malımızdan keçmək. Amma Peyğəmbər sallallahu aleyhi ve sellem nə istəyərdilərsə İslam'a görə Peyğəmbər sallallahu aleyhi ve sellem verərdi. Hərdən vələqə cəəhu rəculun fəətahu qanəmən beynə cəbəleyni. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləmə yanına kişi gəlib, Peyğəmbər sallallahu əleyhi və səlləm ona 2 dağın arasına sığacaq qoyun sürüsü vermişdir. Və fərəcəə rəcul ilə qavmi fəyqul ya qavm. Və kişi öz qövmünün yanına qayıdaraq belə demişdi: Ey qövmüm, əslimu, İslamı qəbul edin. Fə innə Muhammədən yu'ti ata'ən la yaxşə fəqah. Və Muhammed elə bir pay verir ki, elə bir əta edir ki, kasıbçılıqdan qorxmur. Və başqa bir rəvayətdə gəlir ki, Fəvallahi, and olsun Allaha, İnnə Muhammədən, həqiqətən Muhammed, lə yu'ti ata'ən mə yaxaful fəqra. Muhammed elə bir əta verir ki, o kasıbçılıqdan, fəqirlikdən qorxmur. Və qavli Ənəsin və Ənəs radiyallahu anh sözü Məsu ilə Rasulullah sallallahu aleyhi ve sellem şeyən ilə ahtahu. Peyğəmbər sallallahu aleyhi ve sellem İslam'a görə nə istənibsə Peyğəmbər sallallahu aleyhi ve sellem vermişdir. Fəssarahu huvə kəmə ində Müslümin və həmçinin Müslümin rəvayətində səhəsində gələn rəvayət onu təfsir etmişdir. İn kənə rəculun lə yuslüm mə yuridu illə dünya. Elə kişilər vardı ki, yəni İslamı qəbul etməsində yalnız dünya idi qəsdləri. Peyğəmbər sallallahu verdiyi ətadan, Peyğəmbər sallallahu payladığından nəyisə əldə etsinlər. Fəmə yuslim həttə yakun İslamə həbbu iləyhi minə dünya və məliyyə. Lakin İslamı qəbul etdikdən sonra dünya və üzərində olanlardan daha çox İslamı daha çox sevərdilər. Dünya və üzərində olanlar. Və zəlikə li'ənə nufus fi bədə'i tariq və tarifu azəmətə mə tuqbəlu aleyhi və huvə dinullahi rabbil aləmin. Deyir ki, insan ilk dönəmində, başlanğıc yolunda Allah subhanahu ta'ala dininin
nə ki var o əzəmətlilik, dində olan gözəlliklər. İnsan bundan xəbərsiz olaraq ancaq qəsdi mal alsın deyə olur, lakin gəlin Allahın dinində o əzəmət, Allahın dinində o gözəllikləri gördükdən sonra buna İslam dini ən sevimli din olur. İslam ən sevimli şey olur. Maldan da və dünya və onun içindəkilərdən də. وَلِقُلُوبٍ مَفَاتِحِ وَالنَّبِي sallallahu aleyhi ve sellem kâne yu'ti əhyânən liyetəəllefil qulub. Yəni qəlbləri bağlayacaq, birləşdirəcək, isinləşdirəcək şeylər var. Peyğəmbər sallallahu aleyhi ve sellem buna görə verərdi ki, qəlblər nədir? İsinləşsin İslama. Necə ki, müəllifətul qulubuhum ma'lumun ennahum yu'ta min əcli ən tətəəlləfə qulubuhum aləl İslamil azim və alə zikrillahil kərim. Yəni, müəllifə qəlbləri isinləşsin deyə verilən kəslər var ki, onlar məlumdular. Peyğəmbər sallallahu aleyhi və səlləm Huneyndən qaydanda, Məkkənin fəthindən sonra, yəni, elələri vardı Məkkə fəthində İslamı qəbul edənlərə böyük paylar verirdi. Lakin bununla bərabər Peyğəmbər s.ə.vələ illərlə bərabər olanları isə Peyğəmbər s.ə.v bəzən məhrum edirdi. Hətta onların qəlbləri İslama sıxsın deyə. Necə Ənəs radiyallahu anh, inkənə rəcül, yəni kişilərdən eləsi vardı ki, ancaq dünyaya görə İslamı qəbul edər. Lakin İslamı qəbul etdikdən sonra İslam ona ən sevimli şey olardı. İslamı zövq etdikdən sonra, onun şirinliyin datdıqdan sonra İslam ona ən şirin, ən sevimli şey olardı. Dünya və onun üzərindəkilərə, üzərində olanlardan. Mumsiqinə və muqtirunə yüzkirunə yüzəkkərunə bi hadisin Nəbi s.ə.v mə'mun və huvə sadiqilləzi la yantiqanədə. Peyğəmbər sallallahu aleyhi və səlləm o tutub saxlayanlar, o mallarını xərcləməyənlər, Peyğəmbər sallallahu bu hədisini xatırlasınlar ki, o Peyğəmbər sallallahu aleyhi və səlləm ki, Allah, yəni havadan danışmazdı. Necə Allah subhanahu ta'ala buyurur ki, وَمَا يَمْتِقُ عَنِ الْهَوَى اِنْ هُوَ اِلَّا وَحْيٌ يُوحَى. O havadan danışmazdı. Yəni yalnız Allahdan vəhiy ilə danışardı. Və bu barədə o malların xərcləməklər, bərk-bərk tutub saxlayanlar ki var, Peyğəmbər sallallahu bu hədisin düşünməlidir bu hədisi barəsində. Xatırlamalıdırlar ki, Peyğəmbər sallallahu sadiq-ül məsduqdur. Yəni dediyi sözlərində sadiqdir. Havadan danışır, yalnız Allahdan vəhiy ilə danışır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mə naqasat sadaqatun min məlin. Sədəqə malı azaldmaz. Sədəqə malı azaldmaz. İnsan düşünür ki, hərdən verəcəyi sədəqə malını azaldacaq. Verəcəyi sədəqə malını naqisləşdirəcək. Əksinə, vallahi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm sənin verdiyi sədəqənin azalmamasına deyib. Və deyibsə haqdır. Çünki insanın qorxusu ondan ki, verəcək azalacaq. Lakin qorxmamalıdır mömin. Əl açıq olmalıdır, səxavətli olmalıdır. Xüsusən də bu ayda, əgər Ramazan ayında insan əl açıq olmayacaqsa, xərcləyən olmayacaqsa, Hasan xərcləyəcək. Hasan açacaq cebinin ağzını, Hasan açacaq o qəlbində olan o ki, qorxunu Hasan çıxardacaq. Və buyurur ki, əksəru mimmə uxizə və əydən ləzi yəkun ətə indəllah təbarək və təalə huvə əfdal və əbqa mimmə uxricə vəl vəcihənə alə zahir və batin alə səvə. Yəni, insan bilməlidir ki, Allah yolunda çıxardılan, verilən qalıcıdır, əfsəldir, daha gözəldir. Necə Ayşə radiyallahu anh buyurur ki, ənnəhum zəbəhu şətən fəqalə nəbi sallallahu aleyhi və səlləm mə baqiyə minhə. Məşhur bir hədisdir, hər birimiz bir hədisi bilirik. Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün heyvan kəstirir və soruşur ki, nə qaldı ondan? Qalət, Ayşə anamız buyurur ki, mə baqiyə minhə illə kətbuhə. Onun qolundan başqa heç nə qalmadı. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, baqiyə kulluhə qayrə kətfihə. Peyğəmbər sallallahu aleyhi və səlləm onun hamısı qaldı qolundan başqa. Bu da səhih hədisdir, Tirmizi rahiməhullah rəvayət etmişdir. Fəlləzi uxricə huvəlləzi bəqiyə. Çıxarılan qalmışdır, şeyx buyurur. Vəlləzi bəqiyə huvəlləzi fəniyə. Lakin yeyilən isə fani olmuşdur. Və Peyğəmbər sallallahu aleyhi və səlləm Ayşə namazın bu fəhmin düzəltmişdir.
Necə ki demişdi Peyğəmbər sallallahu əleyhi və səlləmə ki, "Mə baqiya minhə illə kətbə." Yəni vermişdir? Yəni qalan yalnız yedi, yəni bizi üçün qalan qoludur. Və əxrəcnə səirə, yəni onun hamısını çıxarmışdır. Fəqalə baqiya kulləhə. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm düzəltmişdir Ayşə anamızın fəhmin. Hamısı qalmışdır. Hansı ki çıxardılmışdır. Və qalmayan nədir? Qayrə kətbə, yəni qolu qalmamışdır. Və huve mə əbqayti, o da saxladığında. Qalə Nəbi sallallahu aleyhi və səlləm li Əsmə radiyallahu anhə. Əsmə radiyallahu anhə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur ki, demişdir ki, la tuqi feyuka aleyki. Hədisin açıqlamasını şeyx buyurur, Həfzallah, yəni la təmnə'i mə fi yədikə fəyəqtallahu təbarək və təalə aleykə və ankə məddətir rizq. Əlində olanı insanlardan əsirgəməginən ki, Allah subhanahu ta'ala sənin ruzundan kəssin. Sənin ruzunu kəssin. Yəni insan əlində olanı xərcləməlidir. La tuqi feyuka aleyk, yəni la təddəxiri mə indəkə və buzuli və təsamihi və ənfiqi və cudi, yəni əlində olanı xərclə, yığıb saxlamaqla və infaq etkinə, səxavətli olginə, fə innə zəlik innəmə yəqon fi yədillə, bilginə ki, həqiqətən verilən sədəq Allahın əlindədir, Allah onu gözəl hifz edir və saxlayır və ən çox ehtiyacın olduğu gün sənə verəcək. Və bununla kifayətlənək. Allah subhanahu deyirəm ki, Allah subhanahu bizləri Allah yolunda malların xərcləyən və Allah yolunda malların verənlərdən etsin və bizi Peyğəmbər sallallahu aleyhi və səlləm kimi Peyğəmbər sallallahu bizlərə daha doğrusu öyrətdiyi kimi sədəqəni gözəl şəkildə sədəqələrimizi verən, pulumuzu xərcləyən və özümüz üçün gözəl arzuya toplayanlardan eləsin. Və axiru davana və elhamdülillahi rabbil alemin.